Niyə işçilərin sayı 50 nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi xidməti yaradılmalıdır? Əslində bu qanunvericiliyin əmək məcəlləsinin tələbidir. 50 nəfərdən yuxarı işçilərdə əmək mühafizəsi xidməti formalaşdırılmalıdır. Amma bu lazımdır, düzdür, səhvdir. Bu biraz başqa mövzudur. Məsələ bundan ibarətdir ki, əslində çox yaxşı olardı ki, bu rəqəm sayı qanunvericiliyinə göstərilməsin. Bunun müsbət və mənfi tərəfləri var. Mənfi tərəfləri bundan ibarətdir ki, əgər müəssisə daha riskli bir işlə məşğuldursa, məsələn, kimya maddələrin istehsalı və yaxud da digər daha risk kateqoriyasında daha böyük risklərlə məşğul istehsal proseslə məşğuldursa, bu zaman burada işçilərin sayı 20 olsa belə, burada mütləq əmək mühafizəsi xidməti təşkil olunmalıdır. Amma müəssisə rəhbəri qanunvericiliyi əsas götürərək, işçinin sayı 50 nəfərdən az olduğunu əsas götürərək əmək mühafizəsi xidmətini yaratmayacaq təbii ki. Amma digər tərəfdən xeyri də var. Xeyri bundan ibarətdir ki, müəssisə və təşkilatları işçi sayına görə əmək mühafizəsi xidmətini yaratmağı məcbur eləyir. Yəni bunu yaratmasa əmək məcəlləsinin 223-cü maddənin 1-ci bəndini pozmuş olur və bu da qanunvericiliyin pozulması və qanunvericiliyin pozulması da artıq müəssisə haqqında müəyyən tədbirlərin görülməsinə səbəb ola bilər. Və bu zaman qorxudan müəssisə rəhbəri bu xidməti yaradacaqdır. Əslində, dünya praktikasını nəzər salsaq, dünya praktikasında bununla bağlı fərqli yanaşmalar var. Məsələn, Avropa ölkələrində müəyyən, Almaniyada, Fransada, Niderlandda bu rəqəmlər fərqli rəqəmlərdir. Məsələn, Avstraliyada 50 nəfərdir. Məsələn, Kanadada 20 nəfərdən artıqdır. İngiltərədə qanunvericiliyə bağlı 50 nəfər rəqəmi dəqiq yoxdur. Məsələn, ola bilər ki, orada müəssisələrdə bir nəfər də işçisi olsun müəssisənin, orada əmək təhlükəsizlik mühafizəsi xidməti formalaşdırılmalıdır. Və bununla bağlı ən yaxşı təcrübə məncə müəssisə rəhbərlərinin əmək mühafizəsinin niyə lazım olduğunu bilməsidir. Əgər müəssisə rəhbəri əmək mühafizəsi xidmətinin vacib olması amilini bilərsə, o zaman rəqəmlərə diqqət yetirməyəcək. İşçi sayından asılı olmayaraq əmək mühafizəsi xidməti yaradacaqdır. Niyə Azərbaycanda bununla bağlı çətinliklər var? Niyə Azərbaycanda bununla bağlı problemlər var? Çünki Azərbaycanda əmək mühafizəsi xidmətinin yaradılması müəssisə üçün əlavə xərc kimi görsənir. Əgər əmək mühafizəsi üzrə işçi işə götürülürsə, bu zaman müəssisə rəhbəri fikirləşir ki, mənim son məhsulumun maya dəyəri, son məhsulumun qiyməti qalxacaq yuxarı və bazarda məhsulum daha az rəqabətli olacaq. Yanlış bir yanaşmadır və bunun da səbəbi ondan ibarətdir ki, bu müəssisələrdə işə götürülən yoldaşlar, əmək mühafizəsi xidmətinin mütəxəssisləri öz funksiyalarını, öz etməli olduğu işləri düzgün bilmirlər, qeyri-professional yanaşırlar, müəssisəyə əlavə xərc formalaşdırırlar. Yaranmış hər bir əlavə xərc də son məhsulun qiymətini, son məhsulun maya dəyərini yuxarı qaldırır. Və normal halda müəssisə rəhbərləri nə edir? Müəssisə rəhbərləri əmək mühafizəsi xidmətinin yaradılmasını artıq xərc kimi görürlər. Əslində isə dünya praktikasına baxsaq, inkişaf edilmiş ölkələrin təcrübələrinə yararlansaq, əmək mühafizəsi xidməti müəssisədə əslində son məhsulun maya dəyərinin aşağı salınması üçün yaradılmalıdır. Müəssisə rəhbərinin müavini funksiyasını yerinə yetirməlidir. O kömək eləməlidir ki, müəssisədə hər hansı bir əmək mühafizəsi qaydalarının pozulması, insidentlər, qəzalar baş verməsin ki, müəssisə əlavə etkilərlə qarşılaşmasın ki, müəssisənin rentabelliyi, yəni mənfəətliliyi daha yuxarı olsun. Bu yanaşma nə qədər ki, düzgün formada baxılmır, bunu yanaşma nə qədər ki, düzgün formada qəbul olunmur, bu problem olacaq və qanunvericilikdə bu 50 nəfərin olması, dediyim kimi, yenə də müsbət və mənfi cəhətləri yadda qalacaqdır. Digər sualımıza keçək. Deməli, işçi sayı artdıqca 50 nəfər, 500 nəfər və yaxud da 1000 nəfərdən çox əmək mühafizəsi strukturu niyə genişləndirilir? Bu yenə də əmək məcəlləsi qanunvericiliyimizin tələbidir. Əmək məcəlləsinin dediyimiz kimi 223-cü maddənin 1-ci və 2-ci bəndlərində bu maddə tələb olaraq qoyulmuşdur. Burada yalnız əslində çatışmazlıqlar da var bu məcəllələr, bu qanunvericilikdə. Çatışmazlıq ondan ibarətdir ki, yalnız müəssisə və təşkilat üçün bu tələblər qoyulmuşdur. Amma fiziki şəxslər, məsəl üçün, işçi götürüb hansısa bir xidməti yerinə yetirirsə, məsələn, bunlarda bu tələb yoxdur. Əslində, bu daha düzgün formada formalaşdırılmalıdır, qanunvericiliyə yenidən baxılmalıdır və burada tək müəssisə və təşkilatlara yox, istənilən xidmət növü ilə məşğul olan həm fiziki şəxslər, həm hüquqi şəxslər bu maddə ilə mütləq bu maddənin tələblərinə cəlb olunmalıdırlar.